Salam hər kəsə. Bu gün Bakıda 3 fərqli məkanda 3 fərqli dönərin dadına baxıb test edib sizinlə bölüşəcəyik. Birinci məkanımız Xətayda yerləşən 1-2 dönərdir. Almerikin 1-2 dönər, ət dönər qiyməti 6 manat 90 qəpik. Böyükdür 6.90, ortası 5.90. Zəhmət olmasa onda 5.90 olandan verərsiniz, dadına baxar. Bir dənə də ayran verərsiniz. Sizin öz hazırladığınız ayrandan varsa yaxşı olar. Biz 1-2 dönərdən sifarişimizi aldıq. Xətai filialında yerləşən 1-2 dönərdə yerində xidmət olmadığına görə take-away olduğu üçün biz məcbur dönərimizi maşında yeyəcəyik, qiymət verəcəyik. Çöldə soyuq olduğu üçün çöldə yeyə bilmirik çünki hava həqiqətən çox soyuqdur. Belə bir qablaşması var, belə bir stikerləri var. Buradan açın. Qoymasaydılar biz bilmədik də. Özlərinə məxsus olan ayran götürdük. Üstündə də belə bir stikerlər var. Dadına baxaq. Dönərimizi açırıq. Bu gördüyünüz 1-2 dönər ətdir, ət dönəridir və ölçü olaraq orta ölçüdür və qiyməti 5.90-dır. Böyük ölçünün isə qiyməti 6 manat 90 qəpikdir. Hardasa əlimin içi boyda bir dönərdir. İçi də belədir. Dərim sizə. İçi boldur. Belə çox gözəl görsənir. Və bunun dadına baxacağıq. Adım doğrudan yaxşıdır. Daha doğğun bir məlumat verim. Ona görə çox qeyrəm, amma bundan sonra hələ 2 dənə fərqli məkana gedəcəyik. Net dönər sifariş verib sizinlə bölüşəcəyik. Sizlərin bilmək istəyirsə, hər şeyin təzə olduğu, sveji olduğunu həqiqətən bilinir. İstər əti olsun, istər göyərtisi olsun, istər xiyarı olsun, hər bir şey svejidir. Çörəyi də çox yaxşıdır. Çörəyi həm istidir, həm xıtlıdır və özlərinə məxsus bir çörəkdir. Bu arada alınma bir çörək deyil. Bu da təbii ki, bir başqa dad qatır. Fikrimi soruşursa, mən bəyəndiyim yərəmmi, bəli. Mən 1-2 dönərə yaxın yaşadığım üçün özüm tez-tez 1-2 dönərdən sifariş verirəm və bəyənirəm. Heç vaxt hoşuma gəlməyən hər hansı bir nüans olmayıb. Bu arada bu ət dönəridir. İndi ola bilər fərqli nəsə sifariş versiniz, bəlkə də bəyənərsiniz, bəyənmərsiniz, yə bilmərəm. Ümumilikdə sonunda 3 məkan arasında bir qiymətləndirmə eləyəcəyik, həm qiymətinə görə, həm keyfiyyətinə görə. Ayranın dadına baxaq görək ayranları necədir. Onları da bu arada özləri hazırlayır. Mən ayranı çox sevirəm. Bir də açıla bilsəm daha da çox sevəcəm. Açıldı. Bu ümumiyyətlə qabların mən heç zaman açılma qaydasını bəyənməmişəm. Çox çətin açılır. Ya bu birinci deyil. Dəfələrlə mən yoxlamışam. Çox çətin açılır. Ayranın dadına baxdım, daha da yaxşı ola bilərdi. Bir balaca duzu azdır və bir balaca deyək ki, qatı olsa daha da gözəl olardı. Mən sözün açıq qatı ayran xoşlayıram biraz. İndi ola bilər bu mənim şəxsi fikrimdir. Kimsə qatı yox, duru ayran sevə bilər, amma mən biraz qatı ayran sevirəm. Yəni ümumilikdə pis deyil, yaxşıdır, hər şey qaydasındadır. Bir şeydə diqqətinizi çatdırmaq istəyirəm ki, Google Map üzərindən 2 dönərin Xətai filialına verilən 46 rəy üzərindən 4.3 xal verilibdir. Bu da bir məkan üçün verilə biləcək gözəl xaldır. Burada yorumlarda mən baxıram, hər kəs demək olar ki, bəyənir. 5 ulduz verib, hər hansı bir pis rəy yazan. Təbii ki, restorandır, orada kimsə hər hansı bir mənfi rəy yaza bilər. Bu normal haldır. O ümumi baxanda 46 rəy üzərindən 4.3 xal həqiqətən yaxşı bir xaldır. İndi isə gedirik növbəti məkana, Haz dönərə və qeyd etmək istəyirəm ki, bu məkanların hər üçü də Xətayda yerləşir. Hatay dönər, Haz dönər və 1-2 dönər. Haz dönərin yanına gəlmişik. Görək burada dönər necə verilir, qiyməti nədir və dönərin keyfiyyəti nə yerdədir. Ət dönəri verəsiniz bir dənə onda zəhmət olmasa çörəkdə olsun, yox çörəkdə olsun. Boy ölçüsü var yoxsa yox? Qramlandır. 75 qramı 7.90, 100 qram 9.90, 12.90, 150 qram. Zəhmət olmasa 100 qramlıq verin. Yəni ona zəhmət olmasa ayran verərsiniz. Bir dənə ayran, bir dənə dönər kifayət edir. Belə bir maraqlı məkandır. İnteryeri doğrudan çox gözəldir. Yuxarıda belə bir hərflər var. Haz. Hərflərdən də gördüyünüz kimi Haz yazısı alınmışlar. Çox gözəl alınmış. Dədəyin. Sifarişimiz gəldi. Bu arada sifarişimiz gəlmə vaxtı arası 5-6 dəqiqə çəkdi. Yəni sürətli gəldi. Gözlədiyimdən də hətta sürətli gəldi. Belə bir qablaşdırması var. Belə bir paketin içinə gəldi. Bizim sifariş verdiyimiz dönərin qramajı 100 qramdır. 9 manat 90 qəpik, 75 qram da var istəsəniz, 7 manat 90 qəpik, 150 qram var istəsəniz, o da 12 manat 90 qəpik qiyməti. Ət dönəridir. Bu arada içi çox boldur. Çörəyi biraz balacadır, amma içi dobrudur. Belə maraqlı görsənir bu arada. Standart çörək verilir və çörəyin içərisində ət miqdarını sözünüz təyin edirsiniz. 75 qram, 100 qram və yaxud 150 qram olsun deyə. Ona görə də qiymətləri dəyişir. 7.90, 9.90 və 12.90 olaraq qeyd olunubdur. Bu da öz ayranlarıdır. Çox maraqlı bir qabda verilir. Gözəl, bəyəndim. Qəşəng. Ayran çox qəşəngdir. Ayran super. Nəyə görə super? Bilin desəcəm.
duzu yerində və tam mən istədiyim kimi qatıdır, duru deyil. İçində çəksəm dadı çox qəşəngdir və mən bundan birini içərimdə yanılıyım. Dönər qalıb qıraqda mən ayran içirəm. Hətta mən deyərdim ki, imenli ayrana görə gələrəm bura. İndi isə dönərin dadına baxaq. Ətin dadına baxıram ki, fikirlərimi rahat deyə bilim. Yaxşıdır. Balaca quru gəldi mənə. Necə quru? Yəni sosunu bir balaca çox edə bilərlər deyə düşünürəm. Çünki əti bol olduğuna görə istər-istəməz ət də bilirik ki, yəni çox da sulu deyil, qurudur. Ona görə hər hansı bir sosunu, nə mayonezini, ketçupunu və yaxud da xüsusi sos varsa, onu çox eləsək daha yaxşı olar. Ayranımızdan da içək. Əla. Sağ olsunlar restoran əməkdaşları. İncə davranış bizə belə bir hədiyyə də göndəriblər. Lavaşda ət dönəri bizim üçün hədiyyə göndəriblər. Bunun da dadına baxaq. Bu arada mən acı biber xoşlayıram. Acı biberdən də yoxlayım. Bu arada acı biberlərdə hər yerdə eyni olmur. Mən tantuni verilən yerlərin acı biberini çox bəyənirəm. Görün burada necədir. Bu dönər də yaxşıdır, əti təzədir. Amma dediyim kimi bir bazı bunda da mənə elə gəlir ki, sosunu çox eləyə bilərlər. Amma belə ümumilikdə yaxşıdır. Aslanın dadına bax. Gör, bəyənəcəksən. Haz dönərdən çıxdıq. İndi digər məkana doğru yola düşmüşük, gedirik. Haz dönər haqqında bir-iki fikrimi gedə-gedə bildirim. Ayranlarını çox bəyəndim. Qiyməti 2 manat 90 qəpik. Dönərlərini yedim. Çox istəyərdim ki, dönərin içində biraz sos çox olsun. Elə olsa məncə daha da yaxşı olardı. Çıxandan sonra administratorla mən söhbət elədim və o vurğuladı ki, istəyə uyğun olaraq biz sosunu artıq və yaxud da az qoya bilərik. Google Maps-də həz dönərlə bağlı, xidmətlə bağlı mənfi rəylər var. Amma məncə düşünürəm ki, bu mənfi rəylər əsassızdır. Hal-hazır gün üçün əsassızdır. Sifarişimizin gəlmə müddəti hardasa 5-6 dəqiqə çəkdi və bizi çox yaxşı qarşıladılar, çox da yaxşı maraqlandılar bizlə. Xidmətlə bağlı hər hansısa bir mənfi fikir qətiyyən bildirə bilmərəm. Hər şey yüksək səviyyədə idi. Məkanın interyeri çox gözəl idi. Mənim fikirlərim bu qədər. İndi isə Hatay dönərə doğru yola düşmüşük. Hazırda Hatay dönərə çatdıq. Bu arada hər 3 məkanında parkovkasında hər hansı bir problem yaşamadıq. Maşınla gəlmək istəyənlər çox rahat bir şəkildə gəlib maşınlarını saxlayıb məkanda əyləşə bilərlər. Növbəti məkanımız Halis Hatay dönər. Ağşəhərdə Kopun binasının üzbəüz yerləşən Halis Hatay dönər. Gedə görə burada dönəri necə verirlər? Sizdə dönərdir, burgerdir. Havada soyuq düşürük. Ən çox bəyənilən mətbəxdə olan məhsulunuz hansıdır? Hatay usulu zurna dönər. Qiyməti 6 manatdır. 5 santim Hatay usulu zurna dönər, ətlə isə 7 manat. Toyuqla 6 manat, ətlə 7 manat. Sonra zəhmət olmasa Hatay usulu dönər ət verərsiniz, çörəkdə verin. Qiymət 5 manat. İçində ətin qramajı nə qədər olur? 100 qram olur. 100 qram 5 manat. Bir də ayran verərsiniz zəhmət olmasa. Obyektin menyuların küləyi uçurur. Biz də getdik menyuları bu biri. Yəqin ki, məkan sahibi bunu görür. Bizim bu əziyyətimizi dəyərləndirəcək. Bu da bizim menyu. Deməli, digər məkanda olan Halis Hatay dönərində bu şəkildə təqdim edirlər dönəri. Çörəyi bu arada çox böyükdür. Qeyd edim ki, 100 qram ət var içərisində və dadına baxaq. Deməli nədir? Çörək çox xırçıltıldı, qəşəngdir. Burada da çox güman ki, çörəyi bəyəndim. Bilmirəm özləri razılar yoxsa, amma çörək qəşəngdir, xırçıltıldı. Sosu da qəşəngdir. Hətta sos, içində vurulan sos şarma sosuydu. Bu mənim çox xoşuma gəldi açığı. Tam nə sosun olduğunu bilmirəm, amma şarmaya vurulan sosu oxşuyurdu. Məncə bu yaxşı alınmışdı, qəşəng gedir. Bayaq dedim sos, şarmaya vurulan sosdur. Xiyar turşusu qurublar. Bunlar ona görə fərqli bir dad verir. Yəni dönər dadı vermir, daha çox şarma dadı verir. Sosu biraz az olsa daha yaxşı olar. Ümumiyyətlə bəyəndim, pis deyil. Ayranımızdan da içək. Videonun sonunda bütün məkanlar haqqında fikrimi bildirəcəm və hansı mənim favori məkanlarımdandır. Nəyə görə, nə üçün ümumi bir məlumat bildirəcəm. Sağ olsunlar, hava soyuq olduğu üçün bizə belə bir çay da hədiyyə elədilər. İncə davranışdı məncə, təşəkkürlər. Bu arada hava doğrudan çox soyuqdur. Bu məkanın yalnız terası var. İçəridə əyləşməyə hər hansı bir yer mövcud deyil, onu da vurğulayım. Biz ona görə məcbur çöldə terasda oturmuşuq. Bugün Xətai rayonunda 3 fərqli məkanda dönərlərin dadına baxdıq. Birinci getdiyimiz yer 1-2 dönər, daha sonra Haz dönər, daha sonra isə Hatay dönərə getdik. Və üçü də kifayət qədər tanınmış məkanlardan biridir. Amma mən indi həmin məkanlarda yediyim ət dönərin dadına baxdım, ayranın dadına baxdım. İndi qiymət və keyfiyyət olaraq müqayisə edəcəm və sıralayacağam. Mənim fikrimcə 3-cü yerdə Haz dönər dayanır. Qiymət 13 manat 45 qəpik elədi. İkinci yerdə Hatay dönər 7 manat elədi. Birinci yer isə 1-2 dönər
7 manat 80 qəpik. Təbii ki, bu mənim şəxsi fikirlərimdir. Ola bilər siz fərqli qiymət verə bilərsiniz. Amma mənim zənnimcə 1-2 dönəri, ayranı və əti həqiqətən çox gözəl idi. Digərləri də pis deyildi, yaxşı idi, amma 3 məkan arasında ən çox bəyəndiyim 1-2 dönər oldu. Bu qədər. Videoyu bəyənməyi, abunə olmağı və rəy yazmağı unutmayın. Hələlik.